Salam, hər bir vaxtınız xeyirli olsun. Belə bir telefonu təmirə gətiriblər müştərinin iddiasına görə ki, zərərçə saxlamır. Buradan fikir verirəm, ağ yazı ilə olan daşdır, Panasonic belə deyək. Bu o deyil, yəni bunun orijinal daşı deyil. Burada da fikir versəz şirə verib. Həmən bu şirə telefonun içinə də dəlalət edib. Yəni içində də problem var. İndi ortanın nəticəni bir yerdə izləyək. Bu hissəsi də bu vəziyyətdədir. Demək, telefonu açdıq özləri ev şəraitində, yəni belə kağızlar yapışdırıblar, kağızda. Fikir verirsiniz, plataya yapışıb əlim üstündən yüngül çəkirəm, tərpənmir. Amma bərk çəksəm, yenə də çıxmır, yəni yapışıb plataya, belə götürək. Demək, burada nə varsa hamısını təmizləyək. Təmizləyirik yenə də. Bunu da təmizləyək. Hər bir hissəni ayrı-ayrılığı da təmizlədik. Kömürləri kəsdik, qabı təmizləmişik. Sıxıma iç hissədən yuyuldu, hər bir şey təmizləndi. Korroziyaları aradan götürdük, qıraqda olan. Falqanı, kömürləri kəsdik. İndi yenisi ilə əvəz eləyəcək. DS ulduzdur, bunların nisbətində o bir kömürlərin böyüklüyünü görəcəksiniz. Kömürlər hamısı qarantiyalıdır. Orijinal kömürləri vurduq. Digər kömürə nisbətən böyüdür, qarantiyalıdır. Masalkanı təmizlədik, yuvacığını təmizlədik. Dəmirlərin parlaqlığını özünə gətirmişik. Bu modellər elə bir modellərdir ki, zərərçəyə qoyanda işıq yanır. Olanda bu sönüründə götürmək lazımdır. Masalkanı vurduq. Bu da nəticə. Hər bir şey işləyir. Bu qədər şad xəbər eşitsinlər, çox sağ olun, bizə elədiyinizə görə.